Bu il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanın ümumi dövlət borcu 25 milyard 365,1 milyon manat təşkil edib. Yenavaz.com Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, bu göstərici ümumi daxili məhsulun 19,5%-nə bərabərdir. Borcun 8 milyard 318,3 milyonu xarici, 17 milyard 46,8 milyonu isə daxili dövlət borcudur. Xarici dövlət borcu 2025-ci ilin əvvəlindən 402,2 milyon manat azalıb və ümumi daxili məhsul 6,4%-ni təşkil edib. Öhdəliklərin yarıdan çoxu 50,7%-i 5 ilədək müddətdədir. 43,9%-i 5-10 il aralığında, 5,4%-i isə 10 ildən çox müddətə aiddir. Əksər xarici borclar ABŞ dolları ilə götürülüb. Onların payı 85,3%-dir. Avro ilə borclar 6,3%, beynəlxalq vahidlər 3,4%, Yapon yeni 3,3% təşkil edir. Digər valyutaların payı 1,7%-dir. Dövlət büdcəsindən xarici dövlət borcuna xidmət üçün bu ilin 9 ayında 1 milyard 66,86 milyon manat xərclənib. Bunun 740,8 milyon manatı əsas borcun, 326,8 milyon manatı isə faiz borcunun ödənilməsinə yönəlib. Daxili dövlət borcu isə 17 milyard 46,8 milyon manat təşkil edib. Bu, ilin əvvəlindən 1 milyard 612,9 milyon manat çoxdur və ümumi daxili məhsulun 13,1%-nə bərabərdir. Daxili borcun əsas hissəsi dövlət istiqrazlarının payına düşür. Onların ümumi həcmi 7 milyard 987 milyon manatdır. Dövlət istiqrazlarının 3%-i 1 illik, 56,3%-i 2-3 illik, 40,7%-i isə 5 və daha çox illik müddətədir. Orta ödəmə müddəti 3,52 ilə yüksəlib. 2025-ci ilin oktyabrına olan vəziyyətə görə dövlət zəmanətli borcların məbləği 10 milyard 686,5 milyon manat olub. Bunun 84,4%-i xarici, 15,6%-i isə daxili borclardır. Xarici zəmanətli borcun 79,1%-i və ya 7 milyard 134,6 milyon manatı Cənub qaz dəhlizi QSC tərəfindən cəlb olunan kreditlərdir. Zəmanətli borcların 63,3%-i ABŞ dolları, 18,5%-i avro, 12,4%-i manat, 3,9%-i Yapon yeni ilə ifadə olunub.